Tərtər rayonunun Sərabad kəndində Qazi və Şahid ailələrinə verilən ev. Çox pis vəziyyətdədir otaqlar, aboy pis gündə, dəhşət bir vəziyyətdədir. Bu da onun həyətidir. Nazirlikdən gələn nümayəndələr dedi, asfaltlanacaq, besetka qoyulacaq. Heç bir şey də olunmadı. Aboylara bax, pis gündə, hamısı sökülüb dağılır, yığmış bura. Qazilərə, şəhid ailələrinə verilən evlər. Ala, bu bunun laminatı. Pis gündə, divarlara bax, qapqara. Bu bunun hamamı. Gör nə gündə belə ev təhvil verirlər. Tərtər rayonu 30 ildir müharibə şəraitində yaşayır. Heç bir rayonda yəni qazilərə, şəhid ailələrinə belə hörmətsizlik olmamışdı. Bir dənə 7 illik Tərtər rayonu Tərtər rayonunda oldu. Sən bunun poluna bax, pola bax. Tökülür, ev sökülür, içi baş tökülür. Pola bax, vurduqları aboya bax. Elə bir zor parkdır, ev deyil. Eşək şəkili. Laminatlara baxarsan hamısı şişir, partlayıb dağılır. Belə ev olar. Mən xahiş edirəm cənab prezidentdən bizim səsimizə səs versin. Kömək istəyirik, dəstək istəyirik. Səsimizə səs verin, xahiş edirəm nümayəndə göndərin baxsın buna. Cənab hamama baxın, cənab hamama. Cənab Ali Başkanlar. Bunların verdiyi bizə evə bax, məktəbə bax, hamam şəraitimizə baxın, xahiş edirəm. Səsimizə bir dənə səs verin, görək düzlük yoxsa səhvik. Xahiş edirəm bir dənə baxın, plastik qapı qoyub bizə. Oyunun qapıya bax, altındakı mehtaqa baxın. Görün bununla bu uyğun gəlir yoxsa yox. Biz avvamıq yoxsa bunlar. Belə problemləri var dəyərli izləyicilərimiz, qazi və şəhid ailələrinin. Deməli, söhbət Tərtərin Səhabat kəndindən gedir. Tikilib, bina istifadəyə verilib. Deyir, belə baxanda görünüş etibarilə qəşəng binadır, amma içərisinə girirsən o qəşənglikdən əsər əlamət yoxdur. Bir də diqqətimi çəkdi orada ümumiyyətlə divara vurulan aboylar. Elə bir ki, hansı aboyları ki heç kim almır, onlar köhnəlir, qalır illərdən orada. Həmin aboyları alıb gətirib cəmaatın evinə vurublar. Fil gördüm, eşək gördüm, dəvə gördüm. Yəni həqiqətən insan düz deyir ki, bu elə bilirsən ki, zooparkdır. Bu ümumiyyətlə aboy seçimini kim eləyib? Çox biabırçı vəziyyətdə, hələ çox otaqların aboyu çəkilib. Yəni mən həqiqətən birinci dəfə də elə aboylar görürəm. Elə bilsən ki, ev qaramatdır, qapqara aboy, bir üstündə qırmızı, nə bilim, yekə nələrsə var. Ümumiyyətlə, bu seçimi kim eləyibsə bilmirəm. Bütün hallarda yəqin ki, indi bunlar həm də ucuz aboylardır, ona görə. Buradakı aboy nisbətən bir tərəfi yaxşıdır. Ümumiyyətlə, yamaq fikir verin. Elə bilin ki, kimin evindən nə artıq qalıbsa, gətirib bir divara birini vurublar, o bir divara birini vurublar, pələng, şiir, hər şey var. Bu ümumiyyətlə nədir? Mətbəxdirmi yoxsa nədir? Uşaq otağına da heyvan şəkilləri getmir. Mətbəxə də heyvan şəkilləri getmir. Yəni ümumiyyətlə buna baxın. Divarın bir tərəfi başqadır, bir tərəfi uyğunsuz ha. Biri var ki, hə dekor şəklində eləyirsən, olur da iki divar başqa rəngdə olur. O biri divar, iki divar başqa rəngdə olur, amma bir-birini tamamlayan olur da dekor kimi yığırsan. Burada isə hansı otaqdan sanki nə artıq qalıbsa gətirib yapışdırırlar. Yəni dövlət, baxın, orada indi deyim ki, sizə, dəyərli izləyicilərimiz, bu videonu çəkən adamlar özləri sanki ustadlar, çünki o qədər belə dəqiqliklə danışırlar və bugün bu tikilən evlər niyə bu vəziyyətdədir, mən sizə deyim. Çünki ayrılan pullar ünvanı üzrə xərclənmir. Bunu tam məsuliyyətimlə deyirəm. Ayrılan pullar, məsələn, bu evin tikintisinə dövlət büdcəsindən ayrılıbsa, məsələn deyirəm də, 1 milyon manat, inanın ki, onun heç 500 mini ora sərf olunmayıb, inanın ki. Çünki o ayrılan pulu o evə yatıranda, o evin divarından hiss olunur ki, bu bahalı tikilişdir. Bahalı dediyim, yəni bütün maliyyə qoyulub da ora. Hardan nə aboy gətiriblər, gətirib düzüblər. Öz evinizi o şəkildə aboylasalar, sağ divar tamamilə başqa bir şey, sol divar başqa bir şey, nə bilim, arxa divar başqa bir şey, ön divar başqa bir şey. Necə zövq alarsınız? Bu adamlar bu evdə bir aylıq kirayədə yaşamayacaqlar. Desinlər ki, nə olacağı bir ayda onsuz da çıxıb gedəcəm də başqa evə. Buna baxın. Nədir ki, düzdədir də heyvanxanadır bura. Amma heç bilmirəm ha, orada indi nə kimi istifadə eləməlidir. Yox, kuxuna deyil amma bu, hə. Çünki mətbəxləri başqa yerdə var idi. Burada təzədən özləri təmir eləyirlər. Orada gətiriblər, töküblər orada. Baxın, adam üsyan eləyir.
Yenə də insan yediyini halal yeyər də. Bura ümumiyyətlə peşəkar ustaların əlindən çıxmayan bir binadır. Hə, bina ola bilsin, normal ustaların əlindən çıxıb, amma sonra o içəriləri ki, o düzəltmək, daxildəki məsələlər var. Baxın da, adamın özü izah edir. Daxildəki məsələlərdə baxın. Pol aşağı, girirsən eyvana, eyvan yuxarı. Yəni burada artıq balans da pozulub da. Normal usta bunu bu şəkildə eləmir. Elə məsələn mətbəxdən eyvana keçirsənsə, eyni cür keçirsən. Hansındasa aşağı düşüb, hansındasa yuxarı qalxmırsan. Məsələn bizdə elə deyil evdə, bilmirəm. Bəlkə başqa bir evlərdə elədir. Amma ki bu sonuçda bina kimi tikilirsə, demək ki siz bunu çox diqqətli tikməlisiniz də. Hər il hansısa qaziyə və ya şəhid ailəsinə dövlət ev tikməyəcək ki. Dövlət bunun üçün maliyyə ayırır ki, bir dəfə tikək, normal tikək və bu insanlar bir ömür burada yaşasınlar. Və dövlət pulu ayıranda demir ki, əsas hissəsini siz mənimseyin, öz yaşayışınızı təmin edin, cəmaata da yaman gündə. Hardan nə tapmısınız sanki gətirib ora yamayırsınız, olmaz axı belə. Niyə sizə görə insanlar prezidentə müraciət etməlidirlər ki, ay aidiyyatı qurumlar, ay bu işləri görənlər, bilmirəm indi bu tikinti işlərini kim görür, kim həyata keçirir, kimdir bunun belə deyək də məsuliyyət daşıyanı. Baxın, plintus qopur orada. Hələ insanlar köçüb yaşamayıblar. Plintus qopur orada. Aboylar əyri-üyrü, ağız-ağıza gəlmirlər. Çünki belə eləyirsən, aboyların içərisində hava yeri. Ona görə siz normal usta işlətmək üçün ən azı, nə bilim, hər kvadrat metrdə, məsələn deyək də, tutaq ki, 50 manatdan pul verməlisiniz. 50 manatdan da pul verəndə yeyə bilmirsiniz deyə, siz o pulları verirsiniz. Məsəl üçün də 15 manatdan, 15 manata da yaxşı usta gəlib işləməyəcək orada. Orada heç ustalıqdan başa çıxmayıb, fəhlə gəlib işləyəcək. Ki o ancaq ustanın yanında köməkçi ola bilər. Usta da olmadığına görə ki siz pul vermirsiniz ona, fəhlələr gətirirsiniz. Fəhlə də orada necə ürəyi istədi, necə bacardısa da, ürəyi istədi deməyim, necə bacardısa o cür həyata keçirəcək orada artıq təmir işlərini filanları. Bu məsələlərə diqqət edin, çox xahiş edirik. 2 il, 3 il, 5 il evlər istifadəyə verilir, binalar. Biri çəkir ki, yağış başıma damır. Ötən gün biz verdik elektrik enerjisinin üzərindən süzülür. Məsəl üçün burada yolda da şikayətçi oldular, amma qeyd edeyim ki, dəyərli izləyicilər, yəni kənd yollarını siz tam boydan boya asfalt istəyirsinizsə, bu mümkün bir şey deyil. Ən azından ayağınız palçığa batmır. Çünki o məsələdə sizlə razı deyiləm. Mən bilmirəm, qrabel deyirlər, nə deyirlər. Ondan töküblər də yola, ən azından ayağınız palçığa batmır. Çünki sonuçda indi bir kənddən danışırsınız da siz. Yaxşı olar deyə hər yer asfalt olsun, ondan getmir söhbət. Amma ki bu bir qədər şişirdilmiş oldu. Amma baxın da, yəni bu şəraitdə yenə də deyirəm. Cənab prezidentin göstərişi var. Dəfələrlə görüşəndə deyir, rəhbər şəxslərlə, məmurlarla ki, şəhid ailələrinə, qazilərə xüsusi diqqət, qayğı göstərin. Çünki bu diqqət qayğını Prezident İlham Əliyevin şəxsən özü göstərir, ailə üzvləri göstərir və ona görə də prezident deyir ki, siz də göstərin. Yox, büdcədən pul ayrılırsa, sizə deyilmir ki, o pulun yarısını siz mənimseyin. Harada nə tapdınız, gətirin, yamayın ora. Bu məsələlərdə bir qədər diqqətli olun da. Və siz düşünmürsünüz ki, sabah bu insanlar narazı bir şəkildə video çəkəcəklər, video paylaşacaqlar və yaxud da ki, videonu göndərəcəklər ya mənə, ya da ki, digər həmkarlarımın işlədiyi televiziyalara. Bunu bir gözə alın da. Məsəl üçün, bəzən biz Qarabağ bölgəsində də belə xoşa gəlməz halları görürük. Paylaşırlar orada evinə dönən keçmiş məcburi köçkünlər. Ya orada da yağan yağış evə dolur, ya görürsən ki, eyvandan şappur-şupur necə deyərlər, yağıb tökülür. Yeni istifadəyə verilən evlərdir. Onun keyfiyyətinə mütləq diqqət yetirilməlidir. O evlərin hər biri üçün kifayət qədər çox məbləğ ayrılır. Düzdür, aradan qaldırılır o problemlər. Amma niyə olmalıdır ki, problemlər ümumiyyətlə? Niyə bir işinizi 2 eləməlisiniz ki? Ayrılan vəsaiti aidiyyatı üzrə xərcləsəz, vallahi heç kim narazı qalmayacaq. Heç bir vətəndaş video çəkib cənab prezident üzümü sizə tuturam, problemi eşidin, həll eləməyə çalışın deməyəcək. Bilirsiniz niyə cənab prezidentə tutur artıq hər kəs demək olar ki, üzünü? Ya məmur eşitmir, ya eşidirsə də hə, oldu, hə, yaxşı, qeyd eləyərəm, hə, yaxşı, çatdıraram deyir. Və vəssalam, o bu artıq qapısını bağlayır vətəndaşın üzünə və yaxud da ki, gördüyünüz kimi,
Hə, bəhə-bəhlə evə köçür, ondan sonra görür ki, evi damır, sonra görür qapısı yaxşı bağlanmır, sonra görür ki, nə bilim, orada ayna bənddə pol ayağının altında carcur eləyir. Yəni, yeni tikilən evdə bu boyda problem olmalıdırmı? Olmalı deyil. Çünki bir daha deyirəm, iş icraçıları doymurlar. Nə qədər doymayacaqlarsa, o qədər də belə bir problemi biz görəcəyik. Bunlar həssas qrupa aid insanlardılar da, qazilərdir. Bir ömür dərmanla yaşayacaq qazilərdir. Şəhid ailələridir. Həssas qrupdur da, bunlara yanaşma xüsusi olmalıdır. Amma çox təəssüf ki, bəli, belə negativ hallar da olur. Ümid eləyirik ki, indi Tərtər rayonunun Sərabad kəndində olan bu problemi aidiyyatı qurumlar gördülər. Çünki biz göstərdik, bunu görməmək mümkün deyil. Davam edirik dəyərli izləyicilərimiz. Daha bir şikayətçimiz Xətai rayonundan bizə video göndərib. Deməli, Şahin Səmədov küçəsindən gedir söhbət. Adamın evi hər an uçma təhlükəsi ilə üz-üzədir. Ötən gün özü də sosial şəbəkələrdə paylaşmışdı bu videonu, bizə də yönləndirdi. Siz də çox xahiş eləyirəm, bax da YouTube kanalında göstərin mənim problemimi dedi izləyici. Gəlin özü danışsın, özü göstərsin, biz də eşidək. 27 mart 2026-cı il Xətai rayonu Şahin Səmədov küçəsi. Hal-hazırda yağış yağır və bugünkü bizim vəziyyətimiz bu yerdədir. Çukur get-gedə böyüyür, artıq evlər hamısı təhlükəli vəziyyətdədir. Aidiyyatı qurumlara məlumat vermişik. Gəlib bizi ilə maraqlanan yox. Aidiyyatı qurumlar gözləyir ki, bu hadisə də yeni Günəşlirdəki kimi olsun. Evlər çöksün, digər evləri də su bassın. Sonra nəsə bir tədbir görsünlər. Aidiyyatı qurumlar sizdən artıq dərəcədə xahiş edirik. Sakinlər adından, düzü hamı evdədir, işıqları da yanır, məcburi hamı öz evində qalır bu vəziyyətdə. Artıq dərəcədə sizlərdən xahiş edirik, bizi bu vəziyyətdən çıxarasınız. Qeyd edim ki, dəyərli izləyicilərimiz çox təhlükəli vəziyyətdə yaşayırlar, amma ailə risk eləyir. Niyə? Yəqin ki, başqa yaşayacaq yeri yoxdur o baxımdan. Amma gerçəkdən də onların evi hər an uça bilər. Bir daha qeyd eləyirəm, Xətai rayon Şahin Səmədov küçəsindən gedir söhbət və videonu bizə yönləndirən şəxs görürsünüz ki, orada səsləndirir. Deyir ki, aidiyyatı qurumlara dəfələrlə müraciət etmişik, aidiyyatı qurum baxmır. Demək ki, aidiyyatı qurum deyildi, o artıq aidiyyatı olmayan qurumdur. Çünki aidiyyatı qurum dərhal gəlməlidir də təhlükə olan yerə. İndi mən bilmirəm, burada su ehtiyatları fondudumu buna baxan, nə bilim, nədirsə, gördüyünüz kimi, yəni bu şəkildə kanalizasiya suları da gedir. Adamın evinin yarısı yoxdur, çöküb, evinin də deməyim, indi həyətinin deyim, amma ki, valla buna baxılmasa qısa müddət ərzində o ev də çökəcək. Orada olan insanlar da, nə bilim, indi demək istəmirəm ki, dünyalardan dəyişərlər filan, amma ki, adam haqqı deyir də, bu ev uçsa, əgər o su səni avuçuna alıb aparsa, bəli, sənin də hardansa meyidin çıxacaq. Bir dəfə axı biz bunu yaşadıq paytaxt Bakıda. Dayandığı yerdə bir gənc adam, dəyərli izləyicilərimiz, suyun avuçuna düşdü, kanalizasiyanın suyunu da deməyim. O boru ilə getdi və günlər sonra tapıldı, çıxdı. Dəhşətli bir şey. Dayandığın yerdə ölürsən. Torpaq çəkir sənin canına. Necə ki, suyu çəkir canına. O şəkildə də torpaq sənin canına çəkir. İndi burada da kim zəmanət verəcək ki, eyni hal yaşanmayacaq. Biz deyirik bəzən aidiyyatı qurumlar. Amma elə gəl ki, onlar artıq aidiyyatı qurumlar deyil. Onlar ancaq öz zövqü ilə, öz belə kefi ilə işləyən qurumlardır bəzisi. Çünki dəfələrlə çağırılıb gəlmirsə, o qurum ora. Demək ki, o aidiyyatı qurum deyil. Yəni, bu çağırışa necə səs verməmək olar? Bu çağırış üçün necə əraziyə gəlməmək olar? Ola bilsin, hansı aidiyyatı qurum geri dönüş eləyib deyər ki,
Biz 5 gün əvvəl baxmışdıq da o əraziyə. Baxmaqla heç nə olmur. Cənablar, baxmaqla heç nə olmur. İş görmək lazımdır. Nə qədər ki əl cibdə olacaq, iş görməyəcəksiniz. Nə qədər ki isti kabinetinizdən çıxmayacaqsınız, iş görməyəcəksiniz. Ora 5-6 fəhləni aparıb göstərmək, o yerdə saxlamaq o demək deyil ki, siz iş görürsünüz. Çıxın da, otağınızdan çıxın, isti yerinizdən çıxın. Bir insanların problemi ilə bir məşğul olun. Baxın, görün nə var, nə yoxdur. Bir adamın evi uçacaq bugünə sabaha, bəlkə də 2 saat sonra uçacaq. Aidiyyatı qurumu yoxdur. Yağış bundan sonra 3 gün dayanmasa nə olacaq? Torpaq yola gedəcəkmi? Gedəcək. Niyə baxmırsınız, nə vaxt baxacaqsınız? Niyə birisi video çəkib deməlidir? Neçə müddət aidiyyatı qurumu çağırıq bura, aidiyyatı qurum gəlmir. Niyə, nə işlə məşğulsunuz ki? Sizin başqa işiniz mi var? Bəlkə sizin başqa vəzifəniz də var. Bizim xəbərimiz yoxdur ki. Bu, nə bilim, suya, kanala, nəyə diqqət eləyən adamlar. Azər sudumu və yaxud da ki, yenə də deyirəm, su ehtiyatları fondudurumu, hər kimdirsə də, bilməm, o qədər də qurum var ki, bilmirsən, artıq hara kim baxır. Hər dəfə cənab prezident sizin işinizi yüngülləşdirmək üçün başqa bir qurum da yaradır. Başqa bir qurum da yaradır və sizin səlahiyyətlərinizi bölür ki, rahat işləyəsiniz. Siz daha bərbad vəziyyətdə fəaliyyət göstərirsiniz. İndi 2 gün suyun pulunu gecikdir, dərhal gəlib bağlayırlar. İşığın pulunu vermə, dərhal gəlib bağlayırlar. Nə bilim, qazın pulunu ödəmə, dərhal gəlib bağlayırlar. Buna da baxın da. Nə yaxşıdır, özünüzü sərf eləyən kimi anında hadisə yerində olursunuz ki. Amma indi cəmaət sizi səsləyir, gəlmirsiniz. Buna təhlükənin boynunuzda olmur ki, təhlükədə, təhlükə necə olmalıdır ki? Bundan artıq ümumiyyətlə hansı şəkildə bir vətəndaş öz fəryadını, üsyanını çatdırmalıdır ki, siz nəhayət gələsiniz ora. Ucqar Dağ kəndi filan deyil, Xətai rayonundan gedir söhbət. Xətai rayonunun Şahin Səmədov küçəsindən gedir söhbət. Bir daha qayıdıram üzərinə. Kim deyə bilər ki, 2-3 saat sonra orada hansısa bir bədbəxt hadisə yaşanmayacaq? Varmı sizin belə bir təminatınız? Adamın evinin altından elə bilsən ki, çay axır. Nə boyda da quru. Bəlkə evlərində balaca körpə bir uşaq var. 1 saniyə nəzarətsiz qaldı. Gəlib ora düşsə, sonra getdi və salam. Day o tapılmayacaq. Tapılsa da bilirsiniz necə tapılacaq? Neçə gün sonra tapılacaq? Bundan öncə o elə torpağın çökməsi nəticəsində, asfaltın çökməsi nəticəsində ora düşən gəncimiz, bax sol yolundan çıxdı deyəsən, səhv eləmirəmsə. Hər hardan çıxdısa adam öldü də. Niyə öldü? Çünki bizim aidiyyatı qurumların dünya aləm vecinə deyil. Dəfələrlə oranın işçiləri fəryad edir ki, bu torpaq yuyulur, asfalt yuyulur. Bunun çarəsinə baxmaq lazımdır. Aidiyyatı qurumun vecinə deyil. Nə oldu? Bir gənc həyatından oldu da. Bir ömür ana, ata gözü yaşlı qaldı. Heç birimizin balası deyil idi, o kiminsə balası idi, getdi. İndi burada da cəmaatın balası gərək suya düşsün, qərq olsun, axsın getsin suyla. Aidiyyatı işləyin də, aidiyyatı yorulduq da aidiyyatı qurum deməkdən, valla. Ad çəkəndə bəzən irad tuturlar ki, konkret adı çəkimin aidiyyatı qurum deyil. Niyə? Bunun adı olmalıdır da. Elə şey olur. Hansı bir insan var və ya da ki, hansı bir qurum var ki, onun adı olmasın. Anonim danışaq biz. Niyə, nəyə gizlədirik ki? Baxsın da aidiyyatı qurum, yenə də deyirəm. Bilmirəm ki, Azərsudur, Azərbaycan Suya Ehtiyatları Fondudurmu, nə bilim, kanalizasiyalara baxan qurumdurmu və yaxud da ki, Xətai rayon icra hakimiyyəti cavabdehdirmi bura, bələdiyyəsi cavabdehdirmi, hər kim cavabdehdirdir. Baxın da, sizin qurumun da bir adı var da. Hamımızdan qabaq maaş kartını salırsınız, ora görəsiniz ki, maaşınız oturub sizin, hərçənd ki, ona ehtiyacınız yoxdur, amma bütün hallarda da. Bəs bu məsələlərə də baxın da. Ona görə yeyəndə halal yemək lazımdır da. Görüm, hansı aidiyyatı qurum rəhbərinin xoşuna gələr onun evinin qabağında belə bir ciddi problem olsun. Vallahi heç birimizin xoşuna gəlməz. Anında həll eləyərsiniz məsələni. Cəmaatın səsini eşidin də heç olmasa.